Salam əziz tələbələr, növbəti mövzumuz didaktikadır. Didaktika termini ilk dəfə 17-ci əsrdə Ratke və Kamenski tərəfindən işlənmişdir. Onlar didaktika elmini öyrənmənin məharəti kimi başa düşürlər. Müxtəlif müəlliflər didaktikanın məzmununu müxtəlif cür izah edirlər. Əslində didaktika elmi pedaqogika elminin daxilində olsa da bir termin kimi, o əslində didaktika olaraq böyük bir əhatəli mövzudur və pedagogikanın tərkib hissəsindədir. Didaktika pedagogikanın əsas hissələrini təşkil edir. Didaktika mövzusu Jan Amos Komenski tərəfindən Böyük Didaktika kitabında hamıya hər şeyi öyrətməyin ümumi mədəniyyəti barədə fikir irəli sürmüşdürsə, Ratke tərəfindən isə didaktika elmləri dillərin və incəsənətin təlim olunmasının məharəti kimi izah edilir. Təlimin obyektiv qanuna uyğunluqları əsasını qurmağa çalışan Komenski ideyaları didaktikanın sonrakı inkişafını da öz güclü təsirini göstərmişdi. Tərbiyə, təhsil, təlim məsələlərini sistemli şəkildə əks etdirən pedaqogika üzrə xüsusi əsərlər Avropada 19-cu əsrin birinci yarısında Herbart, Schleyer və Neymer tərəfindən işlənmişdi. Bu əsərlərdə təlim nəzəriyyəsi bölməsi ən mühüm bölmələrdən biri kimi verilmişdi. Bu bölmə didaktika adlandırılmışdı. Didaktikanın tərifində fərq ondan ibarət olur ki, bəzi müəlliflər didaktikanı təhsil nəzəriyyəsi, bəziləri isə təlim nəzəriyyəsi adlandırır. Əgər 19-cu əsrin axırları, 20-ci əsrin əvvəllərində pedaqogika kurslarına və didaktika üzrə əsərlərə müraciət etsək, görərik ki, bir çox müəlliflər öz əsərlərini məhz didaktika məsələlərinə həsr edib. Almaniyada Otto Wilman didaktika üzrə öz əsərini didaktika təhsil nəzəriyyəsi kimi adlandırmış. Rus pedaqoqu Kapterov didaktika haqqında Oçerk əsərində təhsil nəzəriyyəsi yarımbaşlığı vermişdi. Rusiyada Demkov, Almaniyada Paulsen isə didaktika dedikdə təlim nəzəriyyəsini başa düşmüşlər. Yəni burada biz anlayırıq ki, bir çox alimlər onu təhsil nəzəriyyəsi, bir çox alimlər isə təlim nəzəriyyəsi kimi irəli sürmüşdü. Didaktika məsələlərində Platonun, Aristotelin də, Nizami Gəncəvinin də, Əbülhəsən Bəhmənyarovun da, sonra Nəsrəddin Tusinin də, Pestalostinin də, Russonun da, Tolstoyun, Uşinskinin də, Axundovun da öz adları keçir, faydalı fikirlər və mülahizələr irəli sürüblər. Sonra didaktika haqqında başqa sizə nə danışa bilərəm? Didaktika ayrıca müstəqil elm deyil. Didaktika pedaqogika elminin bir hissəsidir. Az öncə vurğuladığım kimi, son dövrdə yazılan pedaqogika dərsliklərinin didaktika bölməsində adətən didaktikanın ümumi əsasları verilir. Onun mövzusu, məqsədi, mahiyyəti, metodoloji əsasları və didaktik məqsədləri izah edilir. Lakin ayrılıqda götürdükdə didaktika məsələləri mövcud dərsliklərin heç birində geniş və əhatəli təqdim edilməyib. Didaktika təlim və təhsilə əlaqədar məsələləri irəli sürür və öyrənir. Ayrı-ayrı tədris müəssisələrində təhsilin məzmununu nədən ibarət olmalıdır, təhsil sistemi və onun prinsipləri, tədris müəssisələri arasında qarşılıqlı əlaqənin təmin olunması, təlimin mahiyyəti, mərhələləri, qanuna uyğunluqları, təlimin başlıca anlayışları, funksiyaları, təşkil formaları, üsulları, prinsipləri, təlim müvəffəqiyyətinə nəzarət, onun qiymətləndirilməsi, dərs cədvəli, onun tərtibi, didaktika ilə ayrı-ayrı fənlərin tədrisi metodikası arasında əlaqənin təmin olunması deməkdir. Bütün bunlar göstərir ki, didaktikanın təhsil və təlim məsələləri dairəsi olduqca əhatəli və genişdir. Və o öz vəzifəsini yerinə yetirilməsi gedişində şagirdlərə bilik, bacarıq və vərdişlər formalaşdırır. Buradan belə nəticəyə gələ bilərik ki, elmi biliklərə müvafiq bacarıq və vərdişlərə yiyələnmək, elmi dünya görüşünün formalaşması və idraki qüvvələrin və qabiliyyətlərin inkişafı, təhsil almanın əsas yolu isə təlimdir. Təlimin vəzifələri iki tərəfin, müəllim və şagirdlərin birgə fəaliyyəti zamanı həyata keçirilir. Təlimdə şagirdin öyrənmə fəaliyyətini əks etdirən cəhdlərə gəlincə isə bəzi nüanslar var. Deməli, bunlardır: öyrənmədə idrak əməliyyatlarının formaları, öyrənmədə motivlər,
idrak maraqları, şagirdlərlə ünsiyyət, şagirdlərin müstəqilliyi, fəallığı və s. yəni bir sözlə interaktiv təlim üsulu. Təhsil şəxsiyyətin xüsusiyyətlərinin formalaşdırma prosesi kimi tərbiyədən heç vaxt təcrid olunmur. Təhsil almaq uşaqların məktəb dövründə inkişaf fəaliyyətinin başlıca növü hesab olunur. Bu fəaliyyətin necə təşkil olunmasından, necə getməsindən, hansı keyfiyyətə malik olmasından asılı olaraq uşaqlarda iradə və xarakterin bu və ya digər cəhətlər, bu və ya digər əxlaqi keyfiyyətlər formalaşır, əmək mədəniyyəti inkişaf edir. Təlim prosesində təhsil alan şəxsiyyətin dünya görüşünü təşkil edən baxışlar sistemini, ideyalar aləminə özündə birləşdirir. Yəni, pedaqoji fəaliyyət dedikdə biz orada həm təlimi, həm tərbiyəni, həm təhsili birgə fəaliyyət kimi həyata keçirməliyik ki, qarşımızda bizim şagirdlərimiz nələrsə öyrənməyə, hansısa bir biliklər əldə etməyə sahib olsunlar. Məsələn, dərsdə həvəsli olsunlar, dərs zamanı sual-cavabda fəal iştirak etsinlər. Təlimdən danışarkən bir məsələyə ətraflı şəkildə münasibət bildirmək istəyirəm. Bu da pedaqogika dərs illərində və dərs vəsaitlərində alimlərin əksəriyyət təlimi sinif dərs şəraitində tədris prosesi ilə məhdudlaşdırırlar. Həmin müəlliflər təlim deyəndə yalnız və yalnız ümumi təhsil məktəblərindəki öyrətmə və öyrənmə prosesini nəzərdə tuturlar. Hal-hazırki öyrənmə prosesimiz əlbəttə ki, bizim demokrat şəkildə həyata keçirilir. Bu səbəbdən də biz təlim prosesini uşaqların fəal iştirakı ilə həyata keçirməliyik. Yəni, keçmiş təhsil prinsipində avtokrat təhsil prinsipi idi. Şagirdlər pasiv şəkildə dinləyici idilər. Amma hal-hazırda demokrat təhsil sistemi olduğuna görə şagirdlər fəal şəkildə tədris fəaliyyətində iştirak etməlidirlər. Yəni, müəllimlə qarşılıqlı dərsdə iştirak etməlidirlər. Didaktika ümumi təhsil məktəblərində təhsil və təlim məsələlərinin işıqlandırılmasına nəzərdə tutur. Əlbəttə, hazırda ümumi təhsil məktəblərində didaktikanın bir çox müddəaları, fənlərin tədrisində geniş tətbiq olunur. Beləliklə, didaktika pedaqogikanın bir hissəsi olub, təlim prosesinin mahiyyətini, məzmununu, prinsiplərini, metodlarını, imkanlarını, yollarını, vasitələrini və təşkili formalarını öyrənən elmdir. Didaktikanın əhatə dairəsi bununla məhdudlaşmayıb, o təlim prosesinin qanun uyğunluqlarına, bayaq qeyd etdiyim müəllim və şagird fəaliyyətinə də öz töhfəsini verir. Daha sonra didaktika elmində Nurəddin Kazımovun özünə məxsus adı keçir. Professor Nurəddin Kazımov daha müfəssəl şəkildə aydınlıq gətirmiş didaktika elminə. O, didaktikanın sahələrinə münasibət bildirərkən onun sərhədlərini ümumi və xüsusi didaktikalar şəklində daha düzgün müəyyənləşdirmişdir. O, göstərir ki, ümumi didaktika həyata keçirildiyi şəraitdən asılı olaraq təlim prosesinin obyektiv qanun uyğunluqları, onları şərtləndirən amilləri üzə çıxarır. Xüsusi didaktika bir qrup qohum fənlərin tədris problemlərini ümumiləşdirilmiş şəkildə əhatə edir. Məsələn, biologiya fənləri kimi. Müəllim və məktəb rəhbərinin praktik fəaliyyətinə rəhbərlik kimi didaktika və ayrı-ayrı fənlər üzrə metodikanın böyük əhəmiyyəti var. Didaktika elmi cəhətdən müəyyən olunmuş nəzəri müddəalar əsasında təhsilin təkmilləşdirilməsi, məktəbdə tədris işinin keyfiyyətinin yüksəldilməsi istiqamətində konkret göstərişlər, qaydalar, metodlar, üsullar, təşkilati formalar sistemini irəli sürür. Daha sonra Nurəddin Kazımovun 13 prinsipi var. Təlimin həyatla əlaqələndirilməsi prinsipi, təlim üçün münasib şəraitin yaradılması prinsipi, təlimdə fərdi xüsusiyyətlərin nəzərə alınması və müvafiqlik prinsipi, təlimdə əməkdaşlıq prinsipi, təlimdə düzünə və əksinə əlaqənin birliyi prinsipi, təlimdə şuurluq və fəallıq prinsipi, təlimdə elmilik prinsipi, təlimin təsirverici prinsipi,
təlimin tərbiyələndirici prinsipi, təlimin inkişaf etdirici prinsipi, təlimin anlayışa xidmət etməsi prinsipi, müxtəlif üsullardan istifadə prinsipi və təlimdə bilik və bacarıqların möhkəmləndirilməsi prinsipi. Bu 13 prinsip Nurəddin Kazımova aiddir. Sonra Professor Əhmədovun prinsipləri var. Bu prinsiplər 13 prinsipdən ibarətdir. Hansılardır bunlar? Təlimin cəmiyyət quruculuğu işlərinə xidmət etməsi prinsipi, təlim materialının onun məqsəd zəminində seçilməsi, təlim vasitələrinin onun məzmunu zəminində seçilməsi, təlimdə şagirdin imkanının nəzərə alınması, təlim metodlarının vasitələri zəminində seçilməsi, elmilik prinsipi, şuurluq və fəallıq müstəqillik prinsipi, sistemlilik prinsipi, fənnin daxili məntiqinin gözlənilməsi prinsipi, biliklərin möhkəm mənimsənilməsi prinsipi, əyaniliklə ümumiləşdirmənin vəhdəti prinsipi, reproduktiv və produktiv təfəkkürün vəhdəti prinsipi, biliklə fəaliyyətin birliyi prinsipi. Bu prinsiplər Professor Əhmədova aiddir. Daha sonra deməli pedaqogika dərsliyində Talıbov, Ağayev, İsayev və Eminovun prinsipləri var. 6 prinsipdən ibarətdir. Təlimin tərbiyə edici və inkişaf etdirici prinsipi, təlimin həyatla, inkişafla əlaqələndirilməsi prinsipi, təlimin elmilik prinsipi, təlimdə sistemlilik və ardıcıllıq prinsipi, təlimdə şuurluq və fəallıq prinsipi, təlimin əyanilik prinsipi. Bu prinsiplər də Ağayev, Talıbov, İsayev və Eminov kimi alimlərə aiddir. Didaktikanın tədqiqat üsulları var. Didaktikanın tədqiqat üsulları hansılardır? Müşahidə, müsahibə, anketləşdirmə, eksperiment, sonra müəyyən edici eksperiment, öyrədici, məktəb sənədlərinin öyrənilməsi, təlim monitorinqinin modelləşdirilməsi. Didaktika mövzumuz da burada sona çatmış oldu. Təşəkkür edirəm əziz tələbələr. Sağ olun.